Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Artel'in sertifikasiya müəllimlər üçün keçirdiyi sınaq imtahanı suallarının izahına baxırıq. Ötən günlərdə 20-yə qədər baxmışdıq. Bugün isə 20-dən 50-ci suala qədər izahını paylaşıram sizinlə. Vaxt itirmədən başlayaq. 21. Dayanacaqda avtobus gözləyirsiniz. Avtobus yaxınlaşdıqda ən təhlükəsiz və düzgün davranış hansıdır? A variantı. Bir qədər kənarda dayanıb avtobusun tam dayanmasını gözləmək. Elə doğru cavabımız A variantı olacaq. Digərlərinə baxmaq mənasızdır. 22. Mənzildə asma tavan quraşdırılmalıdır. Usta tavanın öncədən hamarlanmasının vacib olduğunu iddia edir. Gips kardon tavanların üstünlüklərini nəzərə alsaq, ustanın fikri niyə səhvdir? A variantı. Çünki gips kardon tavanların altına mallanma edilməlidir. Xeyr müəllimlər. A düzgün deyil. B. Çünki asma tavanlar yalnız yeni binalarda qurulur. Nə əlaqə? Bəlkə mən həyət evində yaşayıram, ya köhnə binalarda yaşayıram. Yəni istənilən tavana, istənilən mənzildə, istənilən tavana mən bunu quraşdıra bilərəm. B də səhvdir. C. Çünki gips kardon yalnız kələkötür səthə yapışdırmaq olar. Uyğun deyil, doğru deyil. D. Çünki gips kardon tavanlar ağır olduğu üçün hamar səthə dayanmır. Düzgün deyil. E. Çünki gips kardon asma tavan öncədən tavanın hamarlanmasını tələb etmir. Bəli, bu gips kardon tavanların üstünlüklərindən biri idi. 23. Dondurucu aqreqat hansı hissəsində freonun buxarı soyuyur və mayeyə çevrilir? Kondensator. Doğru cavab D variantı. 24. Əli sifariş əsasında taxtadan kiçik heykəlciklər düzəldərək ailə ənənəsini davam etdirir. Hər sifarişdə o məmulatın materialının lazımi ölçülərini qeyd edir. Onun tərəfləri arasında nisbət nəzərə almaqla üç tərəfli təsvirini verir. Onun bu yanaşması aşağıdakılardan hansını əks etdirir? Bu nəyin açar sözləri idi? Deməli, lazımi ölçü, məmulatın materialı, tərəflər arasında nisbət, ən əsası isə üç tərəfli təsvir. Nə idi? Texniki təsvir. Doğru cavabımız C variantı. 25. Şagird texnologiya dərsində təchizatların, avadanlığın, materialın, işin və s. göstərilməsi üçün məmulatın müəyyən ardıcıllıqla hazırlanmasının bütün əməliyyatları üzrə aparılan texnoloji proseslərin təsvirini qeyd edirdi. Deməli, müəllimlər, baxın, təchizatın, avadanlığın, materialın plus iş. Bu nəyin açar sözüydü? Tam üstə gəl iş, marşrut xəritəsinin. Deməli, doğru cavabımız A variantı. 26. Müəllim şagirdlərə kitab şkafının təmir edilməsi işini tapşırır. Bildirir ki, şkafın yan tərəflərinin birləşdirilməsi və qapıların bərkidilməlidir. Şagirdlər bu işi hansı mebel furniturlarından istifadə etməklə yerinə yetirirlər? Deməli, şkafların yan tərəflərini birləşdirmək, qapıların bərkidilməsi. Deməli, yan tərəflərlə birləşdirmək olacaqdır kipləşdirici. Yanlarından kipləşdir. Qapıların bərkidilməsi deyəndə isə həncəm olar. Doğru cavab A variantı. 27-ci sualda uyğunluğu müəyyənləşdirin. Həcmli sıx tikişli naxış tikmə. Həcmli sıx tikişli naxış tikmə C variantına uyğun gəlir. Deməli, 1-ə uyğun gələcək C variantı. 2. Saplarla həcmli naxış tikmə A variantı idi. Xaçvari həcmli naxış tikmə 3-ə də uyğun gəlirdi B variantı. C, A, B doğru cavab A variantı. 28-ci sual. Deməli, doğrudan doğrunu, yanlışdan da yanlışı seçəcəyik. Oxuyaq. 1. Bəzəmə işi oduncaq məmulatlarının hazırlanmasında sonuncu əməliyyatdır. Bəli, doğrudur. 2. Oduncağın rənglənməsi yalnız onun çatlarının qarşısını almaq üçündür. Xeyr, bu səhvdir. 3. Bəzəmə işi başa çatdıqdan sonra deşiklər açılır, çatlar doldurulur. Xeyr. Əksinədir, birinci deşiklər, çatlar doldurulur, sonra isə bəzəmə işi aparılır. Bu da səhvdir. Keçdik yanlış üstünə. 4. Oduncağı rəngləmək onun nəmdən, çürümədən, çatlamadan qorumağa xidmət edir. Bəli, bu doğrudur. 5. Məmulatlara gözəl xarici görünüş vermək üçün rəngləmədən istifadə edilmir. Doğru oxuyun, edilmir. Amma səhvdə edilməlidir.
5 səhv oldu. 6. Boyaq tozları həlledici həll edilir. Həlledicilər 2 cür olur. Təbii, süni. Bu da doğrudur. Deməli, doğrudan doğrunu, yanlışdan da yanlış seçsək, 1 və 5 bizim düzgün cavabımız B variantıdır. 29. Memar mənzili layihələndirərkən havalandırma sistemini, otaqların akustik rahatlığını və günəş işığının çıxışını planlaşdırır. Bu planlaşdırma interyerin hansı keyfiyyət qrupuna daxildir? Deməli, bunlar hamısı aid idi gigiyenikə. Doğru cavabımız C variantı. 30. Bu liflər əsasən digər liflərlə qatışdırılır. Dartılma zamanı çox elastikdir. Öz uzunluqlarını 7 dəfə böyük, əvvəlki ölçüyə qədər qısala bilir. Söhbət hansı liflərdən gedir? Söhbət gedir elastan, laykra liflərindən. Doğru cavabımız D variantı. 31-ci sual. Sxem üzrə ailə üzvlərinin gəlirlərini faizlə uyğunluğunu müəyyən edin. Deməli, A variantına variantlar bir-bir oxuyaq. A variantı. Ailə üzvlərinin əmək haqqısı 80%, doğrudur. Təqaüdlər, müavinətlər 9%, doğrudur. Şəxsi yardımcı təsərrüfatdan əldə edilən gəlirlər 4%, ayrı mənbələrdən gəlirlər isə 7%. Elə doğru cavabımız A variantı oldu. Yazaq A variantı, digərlərini oxumaq mənə gəlir ki, vaxt israfıdır. 32. Verilmiş fikirlərdən hansı rifləmə texnologiyasına aiddir? Aha. 1. Müxtəlif bucaqlar altında itlənmiş çekanlardan istifadə olunur. Bəli, doğrudur. 2. Təsvir konturları metal üzərinə əvvəlcə qələmlə köçürülə bilər. Bəli. 2. Rifləmənin 2 növü vardır. Zərif və kobud. Düzdür. 3. 4. Bu üsulda metal səth elektrolit məhluluna salınır. Məyər bu rifləmədə idi? Xeyr, bu aşınmadaydı. 5. Alətin asan sürüşməsi üçün o bəzən yağda isladılmış əski ilə silinir. Bəli. Deməli, 1, 2, 3 və 5 doğru cavabımız D variantıdır. 33. Cədvələ əsasən düzgün uyğunluğu müəyyənləşdirin. Gəlin, deməli, birinci variantları oxuyaq, elə uyğunlaşdıraq. A. Deməli, A-da deyir ki, metalın səthinə oksiləşmiş pərdə təbəqəsi yaradılır. Bu nə aid idi? Bu aid idi oksidləşdirməyə. Elə A-ya. 2-yə A. B. Elektrolit və cəryan mənbəyi ilə aparılır. Bu aid idi elektrokimyəvi aşınmaya. 4-ə uyğun gəldi B variantı. Səthə qoruyucu və dekorativ örtük verilir. Birinci aid idi birinciyə laklama və rəngləməyə. Sonra D. Çekanlarla metal səthdən naxış əmələ gətirir. Rifləmə, o da uyğun gəlir D variantı. Deməli, C, A, D, B, o da uyğun gəldi E variantına. Doğru cavabımız E variantı. 34. Verilən təriflərdən hansı doğrudur? A. Texnoloji xəritədə əməliyyatların icra ardıcıllığı göstərilir. Bu texnoloji xəritə idi, yoxsa marşrut xəritəsi? Marşrut xəritəsi idi, müəllimlər. İcra ardıcıllıq deyirsə, marşrut xəritəsidir, A getdi. B. Marşrut xəritələrində texnoloji əməliyyatların ardıcıllığı ətraflı yazılır. Hər bir əməliyyatın icrasında pəstahın qrafik təsviri verilir. Tətbiq olunan alət və tərtibatlar göstərilir. Baxın, ətraflı verilirsə, bu marşrut xəritəsi deyil, texnoloji xəritəyə aiddir. B getdi. C. Texnoloji xəritədə texnoloji əməliyyatların ardıcıllığı ətraflı yazılır. Hər bir əməliyyatın icrasında pəstahın qrafik təsviri verilir, tətbiq olunan alət və tərtibatlar göstərilir. Bəli, elə C variantımız doğru cavab olacaq. D. Marşrut xəritələri pəstahın ilk halından hazır məlumat əldə edilənə qədər onun üzərində görülən işlərin nizamlı ardıcıllığı. Əgər nizamlı ardıcıllıq deyirsə, bu texnoloji proses olur. D də doğru cavab deyil. Yeni oxuyaq. Texnoloji proses texnoloji əməliyyatların icra ardıcıllığıdır. Bayaq dedim ki, icra ardıcıllıq deyirsə, bu marşrut xəritəsidir. Doğru cavabımız C variantı. 35. Şəkilə əsasən çilingər məngənəsinin quruluşunun hansı variantda düzgün göstərildiyini müəyyən edin. Deməli, müəllimlər, gəlin baxaq burada ən rahat hissələrinə. Baxın, 5 dəstəkdir.
Variantlarla işləyək. 5 birlik 2 əminliklə dəstəkdir. A variantında 5-də dəstək yazılıb qalır. B variantında 5-də burğu yazılıb, xeyr. B variantı doğru cavab deyil. C-yə baxaq, dəstəkdir, qalır. D-də ekran yazılıb, ekran deyil, D variantı deyil. Deməli, B-ni və D-ni sildik. İndi mən baxıram 3-ə və 2-yə. Deməli, müəllimlər, 2 tərpənməz hissədir. Bu 2 tərpənməz hissədir. Amma dəstəyi mən fırladaraq 3-cü hissə ilə 2-ci hissəni birləşdirirəm. Deməli, 3-cü hissəm hərəkətli hissədir, 2-ci hissəm isə hərəkətsiz hissədir. O da, indi baxaq variantlara. 2 hərəkətsiz, 2-nin hərəkətsiz olduğu A variantında hərəkətli deyir, A doğru cavab deyil. Sonra B çıxmışdı, C hərəkətli deyir, 2 C-də getdi. D variantında hərəkətsiz dodaq, aha. Y variantında da hərəkətsiz dodaq deyir, qaldı. Deməli, 3-ə də demişdik, hərəkətlidir. Axı, 3-ü dəstək vasitəsilə sıxırdıq. 3-ə baxaq. C variantında hərəkətsiz deyir, C-də doğru cavab deyil. Sonra E variantında isə hərəkətli deyir, bəli, doğrudur. Elə doğru cavab variantımız E oldu. Doğrudan da 1 vint idi. 2 hərəkətsiz dodaq, 3 hərəkətli dodaq, 4 dayaq çatısı, 5 isə dəstək idi. Bəli, doğru cavabımız E variantıdır. Gördünüz ki, variantları çıxmaqla tapa bildik. 36. Məktəb emalatxanasında praktiki məşğələ zamanı şagird metal lövhə üzərində bəzək işləri icra edir. O məmulatı içərisində elektrolit olan vannaya yerləşdirir. Prosesi aktivləşdirmək üçün isə vannaya polad elektrod salınır və onun sabit cərəyan mənbəyinin mənfi qütbünə birləşdirir. Cərəyan mənbəyinin müsbət qütbünü isə emal olunacaq məmulatı qoşur. Şagirdin icra etdiyi bu texnoloji proses hansı aşınma növünə aiddir? Hansıydı? Elektrokimyəvi aşınma. Doğru cavabımız B variantı. 37. Ailə büdcəsinin formalaşması ilə bağlı fikirlərdən biri yanlışdır. Yanlışı soruşur. A. Xərclər yalnız hər hansı bir məmulatın və xidmətin alınması üçün sərf edilən vəsaitdir. Diqqətli olaq müəllimlər. Deməli, doğrudan da xərclər nəyinsə alınması və xidməti üçün istifadə olunan vəsaitdir. Amma burada deyir ki, yalnız. Baxın, yalnız deyil axı. Məsələn, hər hansısa bir qəza oldu, ya nə bilim, hər hansısa bir xəstəlik baş verdi. Bu zamanda biz xərclərdən istifadə edəcəyik. Ona görə də doğru cavabımız A variantı. 38. Sxemə uyğunu müəyyənləşdirin. Deməli, fanerin xüsusiyyətləri verilib, şponu verilib. Burada isə xüsusiyyətlər verilib. Bizə deyir ki, nəyə aiddir onu tapaq. Tapaq da, konstruktiv xüsusiyyətlərinə və xarici görünüşünə görə fanerə oxşuyur. Aha, bu yapışdırılmış təbii ağaclardan ibarət, yonulmuş faner və şponla üzlənmiş lövhədir. Nə idi bu müəllimlər? Bu xarrat lövhəsidir. Doğru cavabımız E variantı. 38. Məişət fenində qızdırıcı element və ventilyator harada yerləşir? Demişdik ki, məişət fenində boru kəsiyi var və o boru kəsiyinin içərisində qızdırıcı element və ventilyator var. Ventilyator yerləşdirilir. Deməli, doğru cavab A variantı boru kəsiyinin daxilində. Deməli, 40. Eyler-Venn diaqramına əsasən B-ni tapın. B nədir? B düymədir. Deməli, biz düymənin xüsusiyyətlərini tapırıq. 1. Tikiş sənayesində istifadə edilən köməkçi məmulatdır. Bu təkcə düyməyə aiddir? Xeyr. 2. İlk furnitur hesab edilir. Bəli, 2 doğrudur. 3. Parçanın zəif dartılan sahələrindən birləşdirmə yerini gizlətmək üçün istifadə edilir. Bu düymədir? Xeyr, bu qarmaqdır. Hətta ilgək və qarmaqlardır. 4. Üst geyimlərində ayaq buraxılmaqla tikilir. Ayağın hündürlüyü 0,1-0,4 cm ola bilər. Bəli, 4 də doğrudur. 5. 3-4 tikiş arası etməklə 3 yerə, digər hissə 4 yerə tikilir. Bu da düyməyə aid deyildi, qarmaqlara aid idi. 5. Daha doğrusu 6. Yüngül paltarlar üçün parçaya sıx 4-5 tikiş arası tikilir. Bəli.
5 doğru, 6 doğrudur, 7. Bu furniturlar paltarları düymələmək, asmaq, bağlamaq və bərkitmək üçün istifadə olunur. Bu da həm düyməyə, həm də qarmağa aid idi. Deməli, doğru cavabımız 2, 4 və 6 Y variantı. 41. Əgər gün ərzində toyuqlara 20-25 qram, qaz və ördəklərə 250-300 qram, 350 qram və Hind toyuğuna isə 35-50 qram silos verilməsi tövsiyə olunarsa, 20 gün ərzində veriləcək silosun çəkisini hesablayın. Bu sual hardasa 2024-cü il MİQ imtahana düşən suala oxşuyur. Orada da eyni ilə belə bir sual verilmişdi. Deməli, müəllimlər, biz bilirik ki, bir günə toyuğa, qaza, ördəyə və Hind toyuğuna bu qədər silos verilir. 20 günü tapmaq üçün isə bunların hər birini 20-yə vuracağıq. Cavab 400, 500, baxırıq B variantı ya da ki Y variantı qalır. Deməli, 250 və 350-ni 20-yə vurduqda cavabım eləyir 5000 və 7000, sonra 35 və 50-ni 20-yə vurduqda eləyir 700 və 1000. Doğru cavabımız B variantı. 42 ardıcıllıq sualıdır. Deməli, əl alətləri ilə silindrik formalı detalların hazırlanma ardıcıllığını müəyyən edin. 6 sinifdə keçmişdik. Deməli, müəllimlər, burada birincisi, baxın, birinci burada mişarlama aparıb, daha sonra nişanlama eləyəcəyik. Nişanlanma, sonra mişarlama yox ha, diqqətli olun. Birinci nişanlanma, sonra mişarlayırıq. Sonra 800-lünün tərəfini, sonra pəstahın 800-lü forması, daha sonra 16-üzlü, sonra törpü ilə emalı, ən axırda isə sumbatı və cilalayıcı kağızla təmizləyirdik. 5. Deməli, 2, 1, 3, 4, 6, 5, 42-də oldu cavabımız E variantı. 43. Ötürücü mexanizmlərin adlarını şəklə uyğun müəyyənləşdirin. Deməli, birincisi A olacaq qayış ötürməsi. Baxırıq, hər birində qayış ötürməsidir, çıxmağa variant yoxdur. B. B dişli ötürmədir. Bəli. Baxaq, A-da dişli ötürmə, B-də dişli ötürmə, C zəncir ötürməsi, xeyr, C çıxdı. C çıxdı. Sonra D-də deyir ki, dişli tamasalı ötürmə deyil. Xeyr, dişli tamasalı deyil, dişli ötürmədir. D-də çıxdı. Dişli ötürmə, bəli, Y-də qaldı. İndi keçək üçüncüyə. A variantında üçüncüdə dişli tamasa deyil. Xeyr, bu zəncir ötürməsidir. A variantı çıxdı. B-də deyir vintli ötürmə. Xeyr, dedik axı, zəncir ötürməsidir. Elə üçünü bilməklə doğru cavabımızı tapdıq. Y variantında baxın, zəncir ötürməsidir. Hər ehtimal digərlərini də oxuyaq. C-də vintli ötürmə doğrudur. D-də isə dişli tamasalı. Bəli, doğru cavabımız E variantıdır. 44. Texniki rəsm çertyojla müqayisədə nə üçün daha əhəmiyyətli hesab olunur? Deməli, 44-də A variantı. Detalların bir tərəfli görünüşünü əks etdirdiyi üçün. Xeyr. B. Çertyojla müqayisədə texniki rəsm daha əyani olduğu və daha tez yerinə yetirdiyi üçün. Bəli, doğru cavabımız B variantı olur. 45. Qayış ötürməli mexanizmdə hərəkəti ötürən aparan qasnağın diametri D1 bərabərdir 100 mm, hərəkəti qəbul edən aparılan qasnağın diametri isə D2 250 mm-dir. Bu ötürücü mexanizmdə ötürmə ədədini hesablayın. Ötürmə ədədi I hərfi ilə işarə olunur. I bərabərdir D2 bölünsün D1. Deməli, 250-ni də 100-ə böldükdə cavabımız edir 2/5 C variantı. 46. Balığın mexaniki emalı hansı mərhələlərdən ibarətdir? Deməli, bu hissəni silim yuxarına, bizə mane olmasın. Balığın mexaniki emalı hansı mərhələlərdən ibarətdir? Bilirik ki, balığın birinci pulcuqları təmizlənir. Sonra onun qarın hissəsi kəsilir. 5. Sonra qarın hissəsi kəsildikdən sonra daxili orqanları çıxarılır. 4. Sonra baş və quyruq hissəsi kəsildi. 6. Baş və quyruq hissəsi kəsildikdən sonra üzgəcləri kəsilir. 2.
ən axırda isə yuyulub doğranılır. 3. Deməli, 1, 5, 4, 6, 2, 3 doğru cavabımız B variantıdır. 47. Uyğunluğu müəyyən edin. Deməli, müəllimlər, bir oxuyuram. Bu oymanın yeganə elementi qanovcuqdur. Seçilən iskənənin növündən asılı olaraq qanovlar yarımdairə və üçgünc olur. Deməli, müəllimlər, bu kənar xətt üzrə oyma idi. Kənar xətt üzrə oyma şəkildə hansında təsvir olunmuşdur? 1-də. Deməli, 1-ə uyğun gəldi C. 2. Bu oymada təsvir qismən və yaxud tamamilə fondan ayrılır, heykəl görüntüsü yaradır. Deməli, baxın, şəkil D-yə. Doğrudan da bu qismən hətta tamamilə fondan ayrılıb heykəl görüntüsü yaradır. 2 uyğun gəlir D. 2-yə uyğun gəldi D. 3. Bu oymada salınan təsvirin elementləri bir-biri ilə əlaqəlidir. Fon əvəzinə çərtiklərlə əhatə edilir. Bu da kənar kəsilmə üzrə oyma idi. Kəsilmə ilə oyma idi. 3-ə uyğun gəldi B. 4. Bu oymanın əsas elementi qövsdür. Yəni hamar səthi üzərində yarımdairəvi çapıqdır. Baxın, A variantı yarımdairəvi dırnaq şəkilli də deyilir buna. Deməli, 4-ə də uyğun gəldi A variantı. Doğru cavabımız isə C variantı. Baxın, 1C, 2D, 3B, 4A. Doğru cavab C variantı. 48. Yenə doğru və yanlış sütunu. 1. Soyuducu istilik keçirməyən kamerada aşağı temperatur qoruyub saxlaya bilən qurğudur. Bəli. 2. Droselləşdirmə mayenin, qazın, buxarın təzyiqinin və işlənməsinin nizama salınmasıdır. Doğru cavabdır. 3. Freon rəngli və spesifik iyli qazdır. Xeyr, freon rəngli deyildir, rəngsiz, iysiz qazdır. 3 səhvdir. Keçdik yanlış variantına. Yanlış sütununa. 4. Ən çox yayılan absorpsiyalı termoelektrik donduruculardır. Xeyr. 5. Hər tərəfdən dondurucunu əhatə edən, istilik keçirməyən qat xaricdəki istiliyi daxilə keçməyə imkan yaradır. Xeyr, doğru deyil. 6. Kompresor havanı, buxarı, qazları sıxmaq üçün qurğudur. Bəli, doğrudur. Deməli, doğrudan doğrunu, yanlışdan da yanlışı seçsək, 1, 2, 4, 5, doğru cavabımız D variantı. 49. 49. Açar sözlərdən istifadə edərək cümləni tamamlayın. Burğunun işlək hissəsində 2 əsas və 2 spiralvari kəsən til olur. Burğunun quyruq hissəsi onun əl direlinin və yaxud mexaniki əl direlinin nöqtə üçündür. Hansı hissəsi üçün idi, müəllimlər? Patrona bərkidilməsi üçün idi. Doğru cavabımız B variantı. Və nəhayət 50-ci sualımız, son sualımız. 50. Müasir avtomat qurğuların tərkibi və iş prinsipi haqqında verilən fikirlərdən hansı yanlışdır? A. Hər bir avtomat qurğuda ötürücü, icra edici, gücləndirici istehsal mexanizmləri mövcuddur. Bəli, demişdik ki, ötür, gücləndir, icra et, istehsal et. A. Doğrudur, getdi. Bizdən yanlış soruşur. B. Müasir cihazların quruluşu nə qədər mürəkkəb olsa da, onlar əsasən eyni tərkib hissələrindən ibarətdir. Bəli, bu da doğrudur. C. Ötürücü hissiyatlı element olub işığa, istiliyə, təzyiqə və ya səsə, rütubətə reaksiya verə bilir. C də doğrudur. D. Ötürücülərin müasir maşınların özünə məxsus gözləri, qulaqları və həssas barmaqları adlandırmaq olar. Doğrudur. Y variantı. Əksər hallarda istehsal mexanizmləri bu təsirləri ölçüyə, ötürməyə və idarə etməyə rahat gələn elektrik siqnallarına çevrilir. Xeyr, elə bir şey deməmişdik biz. Doğru cavabımız E variantıdır. Belə müəllimlər, bugünlük bu qədər. Sağ olun, sağlıqla qalın. Hər birinizə uğurlar.